Salam, bu videoda sizə gözü necə salmaq lazımdır, onu göstərəcəyəm. Gözü salacağımız yerdən keçiririk. Məsələn, buradan keçirdim. Arxa üzdən, baxın, arxa üzdən gözün arxa hissəsini, baxın, bu qaydada tuturuq. Belə keçiririk gözün arxasına və basırıq. Biz basdıqdan sonra göz öz yerinə oturur. Gözü saldıqdan sonra biz hər zaman alışqan vasitəsilə gözün arxa hissəsini yandırmalıyıq. Biraz yandırırıq və o hissə biraz əridikdən sonra alışqanın arxası vasitəsilə basırıq və həmin hissə quruduqdan sonra alışqanı götürürük və gözü artıq ora möhürləmiş oluruq və beləcə göz buradan çıxmayacaq.